Salam müəllimlər, hər vaxtınız xeyirli olsun. Axşamınız Salam, xeyir. axşamınız xeyir olsun. Salam, axşamınız xeyir. Salam müəllim, axşamınız xeyir olsun. Axşamınız xeyirli uğurlu olsun, dəyərli müəllimlər. Necəsiniz? Təşəkkürlər, çox sağ olun. Aha, Salam, axşamınız xeyir müəllim. axşamınız xeyirli olsun. Belə müəllimlər, dərsimizə başlayaq. Deməli, keçən dərs mən mövzu haqqında məlumat verdim, sinfin idarə edilməsi ilə bağlı. İndi bu gün onun davamını edəcəm. Yəni biraz problem yarandı internetdə. Ona görə indi onun davamını edəcəm. Davamı da nədir? Situasiya tipli suallar. İndi o sualları işləyəcəyik müəllimlər. Situasiya tipli sualları işləyək. Sualları göndərmişəm. Siz də işləmisiniz, amma indi deməli yoxlayacağıq. Sualları yoxlayacağıq, görək kimin neçə səhvi var. Aha. Doğru cavablar olan. Gəlin elə birincidən başlayaq müəllimlər. Aha, birincidən başlayaq müəllimlər. Deyir, siz yeni tədris ilində sinfinizə qaydalar, prosedurlar tətbiq edirsiniz. Lakin bəzi şagirdlər bu qaydalara əməl etməkdə çətinlik çəkir və onları tez-tez pozurlar. Bu vəziyyətdə hansı yanaşma daha effektiv olar? Burada deməli doğru cavab B variantıdır. Yəni qaydaların əhəmiyyətini izah edərək onların hər birini şagirdlərin iştirakı ilə müzakirə edir və yenidən müəyyənləşdirirsiniz. Ümumiyyətlə müəllimlər, biz çalışmalıyıq ki, elə qaydaların özünü uşaqlarla bir yerdə müzakirə edərək onları tərtib edək. Çünki uşaqlar əgər o qaydanı özləri tərtib edəcəksə, onda o qaydaları çalışacaqlar ki, pozmasın. Burada doğru cavab B variantıdır. İndi müəllimlər, kimlər ki işləyib, zəhmət olmasa özünüzdə orada plus-minus işarəsi qoyun ki, sonda görək neçə doğrunuz qalıb. Son davam. Mən düz yazmışdım, müəllimə, düz yazmışdım. Aha, düz yazmısınız, lap yaxşı. İndi davam edək. İkinci sualda deyir ki, sinfinizdə yeni bir intizam qaydası tətbiq edirsiniz. İlk günlərdə şagirdlər bu qaydalara riayət etsələr də, bir müddət sonra bəziləri onu pozmağa başlayır. Sizin ən uyğun reaksiyanız nə olmalıdır? Burada doğru cavab B-dir. Qaydanın niyə tətbiq edildiyini yenidən izah edir. Qaydalara əməl etməyin vacibliyini vurğulayarsınız. Ümumiyyətlə müəllimlər, nə ki qayda qoyuruq, elə mən bu qaydanı qoyuram, siz bütün bu qaydalara əməl etməlisiniz. Onda biz istədiyimiz nəticəni əldə edə bilməyəcəyik. Biz qayda qoyarkən qaydanın məntiqini şagirdlərə izah etməliyik. Onun qaydanın əhəmiyyətini şagirdlərə izah etməliyik ki, bu uzun müddətli olsun. Yəni əvvəl qaydalara əməl edirdilər, bir müddət sonra əməl etmirdilər. Bunun belə bir nəticə ilə qarşılaşmayaq. Aydın oldu müəllimlər? İkincidə doğru cavab B variantı. Sonra üçüncüyə baxaq. Deyir, sinifdə siz müəyyən etmisiniz ki, hər dərs başlamazdan əvvəl şagirdlər sakit şəkildə yerlərində oturmalı və dərsə hazır olmalıdırlar. Lakin bəzi şagirdlər bu prosedura riayət etmir və dərsə gec hazırlaşırlar. Siz bu problemi necə həll edərdiniz? Burada doğru cavab A variantıdır. Gəlin A variantına baxaq. Hər dərsin əvvəlində bu qaydanın vacibliyini xatırladaraq şagirdlərin ona əməl etməsini təmin edərdiniz. Yəni davamlı olaraq xatırlatmaq lazımdır. Yəni bu qaydaların əhəmiyyətini şagirdlərə xatırlatmaq lazımdır ki, orada gecikmələr olmasın. Aydındır?
Burada doğru cavab A variantı. İndi sizə bir şey deyim müəllimlər. Ola bilsin ki, hansısa bir cavabın variantı ilə razı olmayasınız. Yəni bu situasiya tipli suallar elə bir təəssürat yarada bilər ki, sizdə hətta 2 doğru cavabı fikirləşə bilərsiniz. Yəni kimə nə qaranlıq qalsa, mikrofonu açıb öz sualını verə bilər. Ola bilər sualın cavabı ilə də razı olmasanız, situasiya tipli suallarda ola bilər də qarışıqlıq olsun, səslənə bilərsiniz. Növbəti sual 4-cü sualdır. Sinifdə qaydalara riayət etməyən bir neçə şagird var. Digər şagirdlər isə bu vəziyyətdən narazıdır. Çünki sinfin ümumi nizam-intizamı pozulur. Həqiqətən belə şagirdlər var ki, onlar qaydalara riayət etmir, dərs oxumaq istəyən şagirdlərə də mane olur. Siz sinifdə qaydaların hamı tərəfindən qəbul olunmasını necə təmin edərdiniz? Gəlin baxaq, burada doğru cavab B variantıdır. Bütün siniflə birlikdə qaydaları nəzərdən keçirir, şagirdlərin fikirlərini dinləyərək onları prosesə daha çox cəlb edərsiniz. Burada doğru cavab budur. Ümumiyyətlə sərt şəkildə cəzalandırmaq, deməli, və yaxud da fərdi şəkildə cəzalandırmada xəbərdarlıq etmək və yaxud da qaydaları dəyişdirərək şagirdlərin daha rahat hiss edəcəyi yeni qaydalar tətbiq etmək, bu doğru cavab deyil də. Doğru cavab odur ki, bütün siniflə birlikdə qaydaları yenidən nəzərdən keçirib, onların fikirlərini dinləyib, onları prosesdə daha çox cəlb edərsiniz. Burada doğru cavab B variantıdır. 5-də baxaq. Yeni tədris ilinin ilk günündə siz sinif üçün qayda və prosedurlar müəyyən edirsiniz. Hansı yanaşma daha effektiv olar? Ümumiyyətlə müəllimlər biz bilirik ki, qaydaların daha effektiv, daha səmərəli, nəticəsi daha yaxşı olması üçün biz o qaydaları tədris ilinin ilk günlərindən başlayaraq o qayda və prosedurları müəyyən etməliyik. Yəni 3 ay keçəndən sonra o qayda qoymaq o əhəmiyyətli bir nəticə verməyəcək. İndi burada deməli doğru cavab B-dir. Gəlin görək B variantında nə deyir? Şagirdlərlə birlikdə qaydaları müzakirə edərək onların da fikirlərini nəzərə alıb razılaşdığınız qaydaları birlikdə formalaşdırarsınız. Burada doğru cavab budur. Samira müəllim, mən üzr istəyirəm. Mən orada C variantı fikirləşmişdim. Amma deməli B variantıymış da o sualda. Baxaq müəllimə. 5-i deyirsiniz. Deyirdi qaydaları dərs zamanı ehtiyac yarandıqca tətbiq edirsiniz ki, şagirdlər onları tədricən öyrənsin. Yəni bu ola bilməzmiş də cavab kimi. Burada bizdə sual verir ki, yeni tədris ilinin ilk gündə siz sinif üçün qayda və prosedurlar müəyyən edirsiniz. Hansı yanaşma daha effektiv olar? Qaydaları dərs zamanı ehtiyac yarandıqda tətbiq edirsiniz. Şagirdlər onu burada səhv bir şey yoxdur müəllimə C variantında. Çünki bəzən elə olur ki, proses özü yeni qaydaların yaranmasına deməli səbəb olur. Amma burada söhbət il boyu qaydalardan getmir. Söhbət tədris ilinin əvvəlindəki qoyulan qaydalardan gedir. Aydındır müəllimə? C-də səhv bir şey yoxdur. Sadəcə sualın cavabı deyil. Elə bizi də elə belə deyək də çaşdıran o olur ki, baxırıq ki, səhv deyil. Amma biz baxmalıyıq ki, görək bizim bu sualımızın cavabıdır yoxsa yox. Bu belə. 5-dən 5-ə doğru yazan var mı müəllimlər? 5-dən 5. Müəllimə mən yazmışam. 5-dən 5-də düz yazmışam. Aha. 5-dən gördük də bir reaksiya. Aha, deməli 5-dən 5-də doğru yazan var. Müəllimə mən bu dərsi yaxşı bilmirdim. Sizin sayənizdə siz o gün izah eləyəndə, yəni izah elədiklərinizə görə 5-də düz yazmışam. Müəllimə bir dənə sual vermək olar sizə. Olar, buyurun. Müəllimə qaydaları başa düşürəm. Bəs prosedurlar onun öyrədilməsidir uşaqlarına. Prosedur onun yerinə yetirilmə ardıcıllığıdır, bəli. Prosedur onların yerinə yetirilmə. Yəni o şifahi deyilir də uşaqlara. Onu yəni belə deyirdiyi tablo kimi necə deyirdi? Cədvəl kimi yazıb etmək olar. Daha effektiv olmasını istəyirsinizsə, onu da bir cədvəl şəklində salıb uşaqlara xatırlatmaq üçün etmək olar. O daha yaxşı olar müəllimə. Belə düşünürəm. Çox sağ olun. Onu soruşacağam. Sağ olun, siz də sağ olun. İndi deməli davam edək müəllimlər. Deməli ikinci situativ suallara
Deməli, orada baxaq. Deyir, siz dərs zamanı əhəmiyyətli bir mövzunu izah edərkən şagirdlərdən biri gözlənilmədən dərsin axarını dəyişdirərək mövzuya aidiyyatı olmayan bir sual verir. Həqiqətən müəllimə bu dərs zamanı olur da, yəni dərs izah edirsən, bir də görürsüz uşaq sual verir. Gözləyirsən ki, bir mövzuya aid olsun, amma mövzuya aid olmayan bir sual verir. Digər şagirdlər isə həmin mövzuya maraq göstərir və sinifdə diqqət yayınıqlığı yaranır. Bu vəziyyətdə hansı addımı atardınız? Yəni uşaqlar həmin şagirdin verdiyi suala deməli maraq göstərib biz nə edərdik? Burada doğru cavab C-dir. Deyir, şagirdə təşəkkür edib sualın dərsin sonunda müzakirə olunacağını bildirərdiniz. Burada doğru cavab budur. Digər variantlar şagirdin verdiyi sualın mövzu ilə əlaqəsiz olduğunu izah edib. İndi mövzu ilə əlaqəsiz olsa da indi şagirdə maraqlıdır da bunu dərsin axırına saxlamaq daha doğrudur. Mövzunu dəyişdirərək şagirdlərin maraq göstərdiyi sual ətrafında müzakirə etmək bu da doğru deyil. Çünki hər bir dərsin özünün təlim nəticəsi var da, bu doğru deyil. D-də isə deyir, sinifdə nizam yaratmaq üçün şagirdlərə dərsin gedişinə müdaxilə etməmələrini ciddi şəkildə tapşırırsınız. Sizcə C daha doğru olar, yoxsa D? C daha doğru olar da, düzdür? Yəni, həmin şagirdə təşəkkürünüzü bildirirsiniz, sonra dərsin sonunda müzakirə edəcəyinizi onun nəzərinə çatdırırsınız. Burada doğru cavab C variantıdır. İkinci sualda deyir, sinifdə müəyyən bir qrup şagirdlər daim dərsdə fəal iştirak edir. Lakin bir neçə şagird ya qorxduğu üçün, ya da maraqsız göründüyü üçün heç bir sual vermir və tapşırıqlarda iştirak etmir. Siz müəllim kimi fəaliyyəti necə həll edərdiniz? Burada deməli fəal burada doğru cavab B-dir. Baxaq B-də nə deyir? B-də dərs zamanı elə metodlardan istifadə edirsiniz ki, bütün şagirdlər təbii şəkildə iştirakına şərait yaratsın. Nə üçün? Çünki məcbur etmədən fəallığı artıracaq metodlardan istifadə etmək uzunmüddətli və effektiv həll yoludur. Ümumiyyətlə, dərsdə deməli bir neçə şagird əgər müəyyən bir səbəbdən dərsdə aktivlik göstərmirsə, deməli burada biz dərsimizi elə qurmalıyıq ki, bütün şagirdlər dərsə cəlb olunsun. Burada doğru cavab B-dir. Aydındır. Orada C variantı pasiv şagirdləri cəzalandırmaq metodu ümumiyyətlə səhvdir. Fəal şagirdlər diqqətdə ayırıb digərlərini öz istəyinə buraxmaq, bu da təbii ki, səhvdir. Fəal olmayan şagirdlər tək-tək sual verməyə məcbur edirsiniz ki, iştirak etsinlər. Düzdür, biz bunu edirik, amma bu da həll yolu deyil də. Ən doğru metod odur ki, biz elə metoddan istifadə etməliyik ki, bütün şagirdlər təbii şəkildə dərsə cəlb olunsunlar. Üçüncü sualda deyir, dərs zamanı bir şagird mütəmadi olaraq digər şagirdlərin cavablarını tənqid edir və onlara səhv etdiklərini kobud şəkildə bildirir. Bu davranış sinifdə gərginlik yaradır. Bu problemi necə həll edərdiniz? Şagirdə dərhal xəbərdarlıq edib belə davranışın yolverilməz olduğunu bildirirsiniz. Cavab vermələr B doğru deyil. Deyir, digər şagirdlərin cavab vermələrini istəyirsiniz. Səhvdir. Şagirdi sinif qarşısında tənqid etmək bu kökündən səhvdir. Dərhal sinifdən çıxartmaq təbii ki, olmaz. Ən doğru cavab 3-də nədir? A variantı. Davam edək. Burada izahat kimi də verilib ki, kobudluq edən şagirdə sakit, amma qəti şəkildə xəbərdarlıq etmək və sinifdə sağlam müzakirə mühitini qorumaq deməli lazımdır. Sakit şəkildə, amma qəti şəkildə xəbərdarlıq etmək lazımdır. Dördüncü sual, dərs zamanı bir şagird müəllimin təlimatlarını ardıcıl olaraq yerinə yetirmir və sinifdə qaydalara riayət etməməklə digər şagirdlərə də nümunə olur. Siz bu problemi necə həll edərdiniz? Şagirdlə fərdi söhbət edərək onun davranışının səbəbini öyrənərdiniz. Əgər bu şagird deməli mütəmadi olaraq belə hərəkətlər edirsə, nəsə bir səbəbi olmalıdır da. Düzdür, ən yaxşı olardı ki, müəllim həmin şagirdlə fərdi söhbət etsin və səbəbini öyrənsin. Burada doğru cavab 4-də nədir? Fərdi söhbəti, yəni dərsdən sonra kənarda söhbət eləmək lazımdır. Fərdi ki, sənin problemin nədir də? Belə başa düşdüm. Bəli, tamamilə doğrudur. Aha, sonra 5-ci suala baxaq. 5-ci suala baxaq.
Bir dəqiqə. 5-ci sualda deyir ki, dərs zamanı şagirdlərdən biri mütəmadi olaraq bir dəqiqə müəllimə. Dəqiqə müəllimə. Dəqiqə müəllimə, üzrünü sayın. Aha. Deməli dərs zamanı şagirdlərdən biri mütəmadi olaraq dərsə adəti olmayan suallar verir və mövzudan kənara çıxır. Siz müəllim kimi bu vəziyyətdə nə edərdiniz? Şagirdə sualların dərsin mövzusuna uyğunlaşdırmağı tapşırardınız. Eynilə belə bir sual bundan qabaqki sualların birində var idi, amma orada situasiya başqa cür idi də. İndi burada isə yəni şagirdə demək lazımdır ki, dərsin mövzusuna uyğunlaşdırsın öz suallarını. Cavab verməməyə çalışmaq təbii ki, doğru deyil. Yəni əgər uşaq sual veribsə, biz ona istiqamətləndirməliyik. Yəni ən azı bir cümlə biz ona bir söz deməliyik ki, mövzuya uyğunlaşdırsın. Sərt şəkildə xəbərdarlıq etmək təbii ki, bu da doğru deyil. Bütün sinifə sərt qaydalar təbii ki, bu da doğru deyil. Ən doğru cavab 5-də nədir? A variantıdır. Biz çalışmalıyıq ki, ümumiyyətlə şagirdin sual vermə marağını boğmayaq. Yəni onu elə edək ki, mövzuya fokuslanmağa yönəldə bilək. 6-cı sual. Sinifdə bir neçə şagird arasında gərginlik yaranır və onlar dərs zamanı bir-birlərinə xoş olmayan sözlər deyirlər. Sizin bu vəziyyətdə reaksiyanız necə olardı? Onları dinləyib problemi araşdırır və müzakirə ilə həll yolu tapmağa deməli çalışarsınız. Yəni uşaqlar arasında gərginlik varsa, bir-birinə etik qaydalara uyğun olmayan sözlər deyirlərsə, onda biz o problemi həll etməliyik də. Çünki onlar arasında bullying olacaq və bu bullying dərinləşsə onlar bir-birlərinə zərər yetirə biləcək və bu problemin böyüməsinin qarşısını almaq üçün təbii ki, biz mütləq müdaxilə edib problemi araşdırmalıyıq, həll yolu tapmalıyıq. Burada 6-da doğru cavab A variantıdır. 7-ci sualda siz dərs keçərkən bəzi şagirdlər dərsdən yayınıb gizli şəkildə telefonla məşğul olur. Müasir dövrün ən mən deyərdim qlobal problemlərindən biri. Həqiqətən şagirdləri telefondan biz necə edək ki, biz onları telefondan uzaq da tuta bilmərik. Bu doğru da deyil, çünki texnologiya əsridir. Biz elə etməliyik ki, şagirdlər o telefondan faydalana bilsinlər. Yəni biz nə etməliyik ki, biz bu vəziyyətdə necə davranmalıyıq? Dərsə marağı artıracaq metodlar tətbiq edərək onların diqqətini dərsə yönəldərdik. Ümumiyyətlə müəllimə mən bir şey deyim. İndi hər birimiz neçə ilin müəllimiyik, bilirik ki, dərs maraqlı olanda vallah uşağın qabağında nə qədər telefon olur olsun baxmayacaq. Yəni dərsi maraqlı biz keçsək, əgər uşaq əlavə işlərlə məşğul olmayacaq. Yəni müəllim dərsi maraqlı keçməlidir ki, maraqlı metodlardan istifadə etməlidir ki, şagird də niyə yayınsın? Telefon olmayacaq, başqa şeylə qurdalanacaq, başqa iş görəcək, başqa şagirdə mane olacaq. Yəni hər hansı bir işlə məşğul olacaq. Ona görə çalışmalıyıq ki, maraqlı metodlarla dərsimizi keçək. Onda şagirdimiz dərsə cəlb olacaq. Sonra siz sinifdə dərs keçərkən şagirdlərdən biri birdən-birə qışqıraraq diqqəti özünə cəlb edir və dərsə davam etməyə imkan vermir. Digər şagirdlər də ona gülür, vəziyyət nəzərdən çıxır. Bu situasiyada ən effektiv yanaşma hansıdır? Ümumiyyətlə belə şagirdlər var, xüsusilə oğlanlar var ki, yayındırmaq istəyir ki, sinifdə hamının nəzarəti bunda olsun, hamının diqqəti bunda olsun və bu vəziyyətdə digər şagirdlər də gülür. Bu ümumiyyətlə nədən qaynaqlanır? Yəni elə şagirdlər hər müəllimin dərsində onu edə bilməzlər. Yəni müəyyən boşluqlara yer verən müəllimin dərsində çox güman ki, belə hərəkətlər edirlər. Deməli şagirdə sakit tonda şagirdə göz təması edərək ona öz davranışının sinifdəki təsirini hiss etdirməyə çalışarsınız. Sonra fərdi şəkildə danışmağa çağırarsınız. Yəni ümumiyyətlə müəllimlər bilirik ki, şagird qaydalarında
ən birinci metodlardan biri müəllimin şagirdə göz təmasıdır. Yəni müəllim bədən dili ilə şagirdə nə demək istədiyini səssiz şəkildə ötürə bilər. Bu göz təması çox effektivdir. Yəni bir məsəl üçün mən öz məktəb illərimi xatırladım. Bizdə elə müəllimlər vardı ki, onun heç bir söz deməyə ehtiyacı yox idi. Elə bir baxış necə deyim, bir abzas cümlə idi. Ona görə həqiqətən göz təması effektlidir. Yəni Bir emosiya də müəllim, bir də belə bir şey var. Mən öz təcrübəmdə edirəm. Bəli. Uşağın adını çəkirsən. Yəni uşağın içində onu həm səs eləyən uşağın adını çəkirsən. İstər-istəməz o özü yığışdırır və sakit durur. Çəkirsən və sakitcə onun baxışına baxırsan. Yəni mən elə eləyirəm. Heç yanına da getmirəm. Sakit bir dənə adını çəkirəm, sərt baxıram, vəssalam. O onunla da işin bilir, sakit durur da. O ikinci dəfə də söhbət ola bilməz. Mən eləyirəm, mənim təcrübəmdə elə bu var. uşaq var ki, müəllimə, mən nə yadıma düşdü. Mən orta məktəbdə əlaçı şagirdlərdən biri olmuşam. Bir dəfə coğrafiya dərsində müəllimimiz də çox belə ciddi müəllim idi də. Amma belə arada zarafat eləməyi də vardı. Mən bilmirəm, heç yadımdan çıxıb, nəsə elə bil ki, özüm də bilmədən mən dərsi pozdum. Yəni heç vaxt belə şey etmirəm də. Necəsə oldu, uşaqlara qatıldım, nəsə dərsi pozdum. Müəllim mənə bax elə biraz səsin tonunu qaldırdı. Siz təsəvvür eləyin, mən nətər ağlamaq tutdu. Hələ də o ağlamaq yadımdadır ki, müəllim niyə o səs tonu ilə da yəni o sinifdə mənimlə danışdı. Yəni müəllim məni sakitləşdirə bilmir. Nə qədər için hıçqır-hıçqır ağlayıram. Müəllim axırda məni yaxınlaşdı, sığalladı, elədi ki, sakitləşim. Yəni elə şagirdlər var ki, ona nə qədər sözünə təsir eləmir. Amma elə şagirdlər var ki, ona bir dənə elə sərt baxışın elə onu uşağa çox ciddi təsir edər. Əmrə müəllim, Bəli. burada D-ni götürmüşəm. Nəyə görə? C-ni istədim. Burada sadəcə bu fərdi şəkildə danışmağa çağırırsınız. Bu söz məni biraz çaşdırdı. Axı biz sinifdə fərdi şəkildə şagirdə vaxt ayırmaq, yəni bu O nə dərəcədə? sinifdə dərs vaxtı demir ki, sonra deyir. Axı dərs vaxtı deyir, sonra. Burada gəlin deyə baxaq. Digər şagirdlərin marağını dərhal yeni, gözlənilməz bir fəaliyyətlə yönləndirirsiniz ki, həmin davranışın təsiri azalsın. Digər şagirdlərin marağını dərhal yeni və gözlənilməz bir fəaliyyətlə yönləndirirsiniz ki, həmin davranışın təsiri nədir? Azalsın. Burada müəllimə, bir dənə baxaq görək. Əslində D-də də səhvlik yoxdur. Şagirdin biri birdən-birə qışqırır, diqqəti özünə cəlb edir və onu fərdi Yox, burada C-dir, variant C-dir, düzdür. Mən də C yazmışdım. Mən də C yazmışam. Mən o situasiyaya uyğun C-dir. Bəli. Mən də C yazmışam. Mən də C yazmışam. Amma o bizə verilən aid deyil. Demirsən, onu çöldə sonra deyir. Yəni sonra o deməkdir ki, yəni dərsdən sonra da tənəffüs vaxtı o uşağı çağırsan, ona deyirsən ki, bir də elə səhv eləmə də. Yoldaşına mane olma, dərsi pozma falan. Yəni hamımız İndi mən Adından da göründüyü kimi, yəni fərdi söhbətlər dərsdə olmaz da hər halda. sonra yazılır. Mən sizə bir şey deyim. Niyə görə D ola bilməz? Çünki biz dərs keçiririk. Burada deyir gözlənilməz bir fəaliyyətə. Bu dərs Bəli. zamanı gözlənilməz bir fəaliyyət, axı təlim nəticəmiz var da bizim, düzdür? Təlim nəticəmizi reallaşdırmalıyıq. Onun üçün bizim bir planımız olur. Amma gözlənilməz bir fəaliyyətə yönəltmək Dərs zamanı dərhal istiqaməti dəyişmək olmaz axı. bəli. Salam Gülnar müəllimə, necəsiz? Salam, salam, sağ olun. Siz necəsiz? Əziz qrup. Samira müəllim, bir də ki, bu suallar mənə elə gəlir ki, məhz müsahibəyə uyğun daha yaxşı suallar deyil, düzdürmü? Yəni Situasiya sualları elədir ki, elə sizə müsahibədə də verilə bilər. Bəli. bəli. Müsahibədə O suallar Miqdi artıq ancaq bu tipli düşür də. Aha. Gülnar mənim əziz qrup yoldaşımdır. Həm illərin yaxın rəfiqəmdir. Səsini eşitdim, səsindən tanıdım. Necəsiz Gülnar müəllimə? Sağ ol, yaxşı olasınız. Mən də sevinirəm ki, mən də sizin dərslərinizdə iştirak edirəm. Lap yaxşı.
Belə davam edək. Dərs zamanı deyir bəzi şagirdlər daim müəllimin izahatını kəsərək suallar verir və ya əlavə fikirlər bildirir. Digər şagirdlər isə susqun qalır, dərsdə aktiv iştirak etmir. Siz bu balanssızlığı necə həll edərdiniz? Gəlin görək biz bunu necə həll etmişik. C variantı dərsin gedişatına xüsusi bir qayda qoyaraq hər kəsin müəyyən sayda sual verə biləcəyini bildirirsiniz. Balans qurursun. Həqiqətən belə uşaqlar olur müəllimlər ki, izah edirsən, məsələn dərsin izahını verirsiniz, yarımçıq qoyur. Bir cümlə deyirsiniz, yarımçıq qoyur. Əlavə fikirlər bildirir. Yəni sona qədər səni dinləmir. O balansı amma müəllim qorumalıdır, düzdür? Müəllim o balansı qorumalıdır ki, o bir şagirdin hamının yerinə sual verməsin. Axı dərsdə biz deyirik, digər şagirdlər də aktiv iştirak etməlidir. Burada kim başqa variantı yazıb? Yəni düşünür ki, C deyil, başqa variant ola bilər. Elə bir variantınız suallarda olanda mütləq bildirin. Sonra 10-cu sualda sinfinizdə bir neçə şagird daim dərsdən yayınaraq digər şagirdləri də özlərinə qoşmağa çalışır. Siz bu problemi necə həll edərdiniz? Yayındırıcı şagirdlərlə bax yenə fərdi şəkildə danışıb onların dərsə maraqlı artıracaq üsullar tapmağa deməli çalışarsınız. Bunu adətən oğlan uşaqları daha çox eləyir müəllimlər. Çünki yaymağa daha çox meylli olurlar. Düzdür, təbii ki, hamısına aid deyil. Yaxşı olar ki, biz onlardan fərdi söhbət aparaq. Biz onlarla fərdi söhbət aparanda bu ev mühitində də belədir müəllimlər. Öz övladlarımızla bir onu otağına çəkib fərdi söhbət aparanda görürsən ki, bir həftə təsiri qalır. Elədir həqiqətən müəllimə. Bir həftə təsiri qalır, amma mənim oğluma heç bir qram da təsir eləmir. Ay müəllimlər, dərdim böyükdür. Deməli müəllim, belə suallarda belə çıxır ki, orada nə qədər ki fərdi söhbət sözü var, deməli düzgün cavabı onu götürmək lazımdır konkret. Baxır da yenə. Hətta yəni sən sındırmırsan da başqa uşaqların qarşısında. Bəli. 11-ə baxaq. Dərs zamanı bəzi şagirdlər sizdən daim daha çox diqqət və tərif gözləyir. Digər şagirdlər isə arxa planda qalaraq özlərini qiymətləndirilməmiş hiss edirlər. Siz sinifdə bu balansı necə qoruyarsınız? Həqiqətən elə şagirdlər var, qiymət xətrinə oxuyur, tərif xətrinə oxuyur, mənə ancaq tərif desin. Gəlin baxaq, hamının eyni səviyyədə diqqət və tərif aldığından əmin olmaq üçün tərif və dəstəyi sistemləşdirərsiniz. Ümumiyyətlə müəllimlər, bax dərs keçəndə bir də görürsüz, həqiqətən valideyn haqlı olaraq şikayət edir ki, mənim heç övladımın gündəliyində bir dənə də qiymət yoxdur, başqa uşağın gündəliyində isə nə qədər qiymət yazırıq. Bax bu biz bu tərifdir, dəstəkdir, qiymətləndirmədir. Bütün bunları sistemləşdirməliyik. Məsələn mən öz üsulumdan deyim. Nə edirəm mən? Məsəl üçün bir gün bir partanı tutalım ki, birinci sıranın şagirdlərin hamısını qiymətləndirirəm, sonra keçirəm ikinci sıraya. Vaxtım varsa elə 1:45 dəqiqədə ikinci sıranı da qiymətləndiririm. Əgər yoxdursa, artıq yadımda saxlayıram da ki, keçən dərs mən birinci sıranın şagirdlərini qiymətləndirdim. Bu dəfə ikinci sıranın şagirdlərini qiymətləndiririm. Gələn dərs üçüncü sıranın şagirdlərini qiymətləndiririm. Elə bir sistemləşdirirəm ki, mən şagirdlərin bütün sinifdə heç olmasa onların bir 2 həftədən bir hamısında qiymət olsun. Siz hansı üsuldan, siz nə istifadə edirsiniz, necə sistemləşdirirsiniz müəllimlər? Ki sinifdə bütün şagirdləri Müəllim, mən elə olur ki, məsələn, sinifdə 9 uşaq olanda onlar var ki, bizdə az olur da uşaq sayı, belə deyək. Nə olur, bəli. Az olanda 26 uşaq var, onlarda fəallara da sual verirəm. Məsələn, 5 dənə fəal uşağa sual verəndə 5 dənə də orta belə də bölürəm onlar. Hansı daha yaxşı cavab verir, hansı artıq bilirəm ki, kim nə cavab verdi. Dərsin sonunda da elə qiymət yazıram, sonra yenə sizin vəziyyətdə və az. Bu həftə yarısına informatika, həftədə 1 saat olur, məsələn, 6-cı sinifdə. 26 uşaqdırsa, yarısına bu həftə, məsələn, 5-10 dənəsinə belədirsə, 10 dənəsi sonra, belə, böyle 7-si bir həftə, 7-si bir həftə, belə mən də elə qiymət verirəm, 2 həftədən bir düşür, bəli. Sizdə şagird sayı azdır da, bizdə 40, 45, 35, bizdə şagird sayı çoxdur deyə biz onu mütləq pedaqoqlar sistemləşdirməlidir.
Belə davam edək. 12-ci sualda sinifdə bir şagird daim müəllimin qərarlarını sorğulayır, qaydaları sual altına alır və sinifin nizamına təsir edir. Aha, siz müəllim kimi bu vəziyyəti necə idarə edərdiniz? Şagirdə onun suallarının dərsin axarına mane olduğunu və müəyyən səhətlər çərçivəsində müzakirə aparmalı olduğunu bildirərdiniz. Dərsin axarına. Burada doğru cavab A variantıdır. Çünki qaydaları sual altına qoymaq şagirdin tənqidi düşüncəsini göstərə bilir, lakin bu sinfin nizama mane olur. Yəni ümumiyyətlə səhətləri Mən D yazmışam. Bax 11-də də D yazmışdım, 12-də də D yazmışam. Kimsə məni kimi D yazan var görün. 12-də. Mən B yazmışam bu sualı. Mən Mən də D. B yazmışam 12-də. Gəlin Mən 12-də A yazmışam, amma sual qoymuşdum qarşısına. Yəni 100% demədim də adı. İndi baxaq O burada birlərinə D variantı səhvdir. Deyir, şagirdə xüsusi diqqət ayıraraq bu akademik maraqlarını fərdi şəkildə yönləndirərsiniz ki, sual vermə ehtiyacı azalsın. Bu səhvdir də müəllimlər. Bu nəyə görə deyil? Xüsusi diqqət ayıraraq onun akademik maraqlarını fərdi şəkildə yönləndirirsiniz ki, sual vermə ehtiyacı azalsın. Sual Bir necə Şagird müəllim? dediyinə, Bəs bir müəllimə şagird, B, Bax burada Müəllimə deyir də səhvdir. bir şagird dediyinə görə mən elə götürdüm. bir şagird Ona görə səhvdir, sual verəcək. Ona görə. müəllimlər, bax burada deyir ki, sual vermə ehtiyacı azalsın. Buna görə biz şagirdə xüsusi diqqət etmirik də. Bu doğru cavab deyil. Sual verin. Ümumiyyətlə şagird sual verə bilər. Amma məhz edəcəyimiz bir şey onun sual vermə ehtiyacını azalsın, bu səhvdir. B-də deyir ki, onun suallarına ətraflı cavab verməklə qərarların əsaslandığını göstərirsiniz ki, gələcəkdə bu cür suallar azalsın. Ümumiyyətlə müəyyən səhətlərin müzakirə aparan olduğunu bax burada deyir ki, ətraflı cavab verməklə. Nəyə görə belə deyil? Onun suallarına deyir, ətraflı cavab verməklə qərarların əsaslandırdığını göstərirsiniz ki, gələcəkdə bu cür suallar azalsın. Bunlar sorular qadağan. mən sual vermə qabiliyyəti öldürməməliyəm. Necə? Müəllim, ətraflı cavab versək ona, dərsin vaxtı qutarar. Bu suala nə qədər ətraflı cavab versən, görün o dərsin nə qədər vaxtı gedər. O düzgün deyil. Ətraflı olmasa hə. Amma orada ətraflı sözü varsa deməli yanlışdır o cavab. Məncə yox müəllimə. Ətraflı cavab veririk, amma uşağın gələcəkdə sualları azalsın deyə bir şey yoxdur. Bəli. Bu cür suallar azalsın. Nabarət daha da ona sual ver ki, qoy dərsin pozum elə müəllimini, qoy beləyim, qoy onun başını qoşum, dərsin bıraxdı. Çox tanırsın. Ona görə də eləmək lazımdır. 12-dən bir dənəsini səhv yazmışam, o da 11-ci sualı idi. İndi C yazmışdım. 11-ə də baxarıq müəllimə. 12-də burada bu cür suallar azalsın var ha. Bax buna görədir səhv. Səs vermə ehtiyacı azalsın, sual vermə ehtiyacı azalsın. Bu cür gələcəkdə bu cür suallar azalsın. Ona görə bu səhvdir. Aydındır? Mən işarə eləyə bilmədim. Onda hansı variantı düzgündürdük? B. B variantını. Onda budur. 11-ə baxaq. 11-də deməli burada doğru cavab müəllimə A götürmüşük. Sizdə nə idi? Müəllimə bəxlam dedi, səhv götürmüşəm. C yazmışdım. Arxa planda qalan şagirdləri cəlb etmək üçün onlara xüsusi tapşırıq verirsiniz, lakin daha çox diqqət istəyənlərə əlavə. Niyə bunu götürürsüz ki, daha çox diqqət istəyənlərə əlavə vaxt ayırmaq doğru deyil axı müəllimə. Axşamınız xeyir müəllimə. Bu doğru cavab deyil axı ki, sinfinizdə B variantı daha çox yaxın deyilmi 11-ci sualın cavabı? yox demədi C-dir. C ona görə deyir ki, daha Mən D dedim. yox, C səhv deyil. Siz nə deyirsiniz müəllimə? B fikirləşirsiniz. Bəli, B fikirləşirəm. Daha çox diqqət istəyən şagirdlərə izah edirsiniz ki, onların davranışı digər şagirdlərə qarşı ədalətsiz görünə bilər. Bir dənə suala diqqətlə oxuyun sualda. Sualda deyir ki, dərs zamanı bəzi şagirdlər sizdən daha çox daim diqqət istəyir, tərif gözləyir, digər şagirdlər arxa planda qala özlərini qiymətləndirilməmiş hiss edirlər. B-yə baxaq. Daha çox diqqət istəyən şagirdlər onların davranışı digər şagirdlərə qarşı ədalətsiz görünə bilər. Müəllimə, olar mən bir dənə cavab deyim burada. Deyil. İzah deyim. Yəni burada eyni səviyyədə diqqət və tərif almaq o mənada deyilir ki, yəni ki, uşaq başa düşür ki, elə başa düşür ki, o daha çox oxuduğuna görə daha yaxşı
tərif alacaq, daha çox alacaq. Bu oxumadığına görə almayacaq. Ona görə oxuyanın tərif səviyyəsini azaltmaq lazımdır ki, o birisi ilə eyni səviyyədə başa düşülsün. Yəni daha çox diqqət ayırmaq lazım deyil də, yəni ona görə deyilir o. Uşağı çox tərifləmək lazım deyil. Onda uşaq qorxur ki, birdən sağ səhv cavab verərəm, məni tərifləməzlər. Bəli. Uşağı çox aferin. Ona görə hamıya eyni səviyyədə yanaşmaq lazımdır. Eyni Düzdür, səviyyə. müəllim, düzdür. Və həm də bir şey deyim müəllimlər, bu konstruktiv rəy yadınıza gəlirsə, biz də indi bunu keçəcəyik. İndi bir çoxlarınız artıq bilirsiniz də. Şagirdin elə bir ki, çalışqanlığına görə biz onu veririk də, qiyməti. Konstruktiv rəyi. Məsələn, bu gün çalışıb, bu gün yaxşı qiymət verir. Amma bəzən elə olur ki, yaxşı oxuyan şagirdlərə bizi oxumadığı gün 2 yaza bilmirik. Bu doğru deyil də, elə müəllimlər. Fikirləşirik ki, o həvəsdən düşər, o heç vaxt 2 ala bilməz. Ona görə biz bax şagirdlərə eyni səviyyədə diqqət və tərif aldığından əmin olmaq üçün tərif və dəstəyi sistemləşdirməliyik. Bəzən elə olur ki, zəif oxuyan şagird yaxşı cavab verir, indi əziyyət çəkib oxuyub gəlib, ona 5 yazmağa əlimiz gəlmir, götürüb 4 yazırıq. Belə olan hallar da olur. İndi bilmirəm təcrübədə yaşamısınız, yoxsa fikirləşirsiniz ki, bu dünən cavab verməyib, dünənə qədər yaxşı cavab verməyib, mən indi buna birdən-birə 5 yaza bilmərəm. Davam edək. Sonra deməli 12-ni də oxuduq. 13-ə baxaq. Burada bitdi. İndi o bir 3-cü situasiyada baxaq müəllimlər. Mən hamısını yazmışdım. Əla. Məndə bir səhv çıxdı. Burada Cəmi. suallara baxaq. Dərs zamanı şagirdlərdən biri digər dostlarını daim narahat edir və dərs prosesinə mane olur. Bunu elə bil ki, bu belədir cavab. Aha. Dərs zamanı şagirdlərdən biri digər dostlarına daim narahat edir, dərs prosesinə mane olur. Bu vəziyyətdə necə edərdiniz? Bax, burada da cəzalandırmaq səhvdir. Ümumi Fərdi söhbət edirik də müəllimə burada etmək da. də səhvdir. Şagirdi başqa yerə keçirtmək, bu da səhvdir. Əsas odur ki, biz onunla fərdi söhbət edərək səbəbini öyrənmək, ona daha uyğun bir məşğuliyyət tapırsınız. 2-də baxaq. Siz dərsinizdə izah edərkən şagirdlər dərsdə maraq göstərmir, diqqətləri dağılır, iştirak etmirlər. Onların fəal iştirakını etmək üçün nə edərik? Hə, müəllimlər? Bax, bir də görürsünüz ki, dərs izah edirsiniz, şagirdlərin dərsə marağı olmur. Mövzuya uyğun maraqlı video, praktik tapşırıqları istifadə edərsiniz. Bəli, maraqlı dərsi maraqlı keçmək lazımdır da. Şagird görməyəməli, onların maraqlı olsun. C variantı. Vizual, yəni gözlə olan videolar, məsələn, gözlə olan təmas daha gözəldir də müəllim. İnformasiya kimi, mən informatika müəllimiyəm, üzr istəyirəm. Yəni biri var uşaq vizual görsün Bakını. Bilirsən ki, Bakı gözəl şəhərdir. Biri var onu gözəlliyi videoyla görsün. Biri var onun sözlə deyirsən ki, Bakı gözəl şəhərdir. İndi mən sizə bir şey deyim də. Daha gözəldir də. Məncə orada kiçik qruplara ayırıb müzakirələr təşkil etmək lazımdır. Bəli, burada B-dir niyə görə? Bax, mən dərs keçirəm, bəlkə mən heç o dərsimdə video yoxumdur, video yoxdur. Bəlkə praktik elə bir dərsdir ki, orada praktik tapşırıq yoxdur, düzdür? Mən dərs izah edən zaman görürəm ki, nəsə uşaqların marağı yoxdur da. Mən indi video hardan tapım, mənim dərsimə uyğun deyil, praktik tapşırıq yoxdur. Ən yaxşı odur ki, şagirdləri qruplara bölmək. Burada doğru cavab B-dir müəllimlər. Şagirdləri kiçik qruplara ayırıb müzakirələr təşkil etmək. Aydındır, baxaq deyən cavaba. Orada B variantıdır. Burada siz C də uyğun deyə müəllimə. Amma bəlkə mən axı dərsimə hazırlaşanda video daxil etməmişəm. Heç mənim otağımda bəlkə heç lövhə yoxdur. Elektron lövhə yoxdur. Aydındır. Düzdür müəllim. Bəli, düzdür. Aha. Sonra 3-ə baxaq. Sinifdə iki şagird arasında ciddi mübahisə yaranır və bu dərs prosesinə təsir edir. Siz problemi necə həll edərdiniz? Burada C-dir, hər iki tərəf dinləyib problemi həll etmək və kompromis çıxarmaq. Burada C-dir. Burada doğru cavab B. Sonra 4-də nədir? Sinfinizdə bir neçə şagird dərsdə passivdir və daim kənarda qalır. Onların da dərsə marağını artırmaq üçün hansı strategiyalardan istifadə edərdiniz? Burada hansı cavabdır? C olar da müəllimə.
Burada A-dır. A-dır orada. Yox, oxumadım, oxumadım heç. Müəllimə mən də A-nı götürmüşəm burada. A-nı götürmüşsə, hə, o deyir, həmin şagirdləri fəal onlarla eyni qrupda. Baxın müəllimlər, qruplarla işin, qruplarla işi yaxşı təşkil etmək üçün qrupu qarışıq etmək lazımdır. Yəni yaxşı oxuyanları bir qrupa, zəif oxuyanları bir qrupa, introvert şəxsiyyət tipinə malik olanları bir qrupa, ekstraverti bir qrupa, bu səhvdir. Qruplar qarışıq olmalıdır. Yaxşı oxuyanla, əlaçı şagirdlərlə, təlim nəticəsi zəif olan şagirdləri bir qrupa etmək lazımdır. Fəalla pasiv şagirdləri bir qrupa etmək lazımdır. Yəni qarışdırmaq lazımdır da. Onlar daha çox aktiv iştirak edə bilsinlər. Siz təsəvvür edin ki, təlim nəticəsi zəif olan şagirdləri hamısını bir sinifə bir qrupa yığmısınız. Orada nəticə olacaq, o qrupda aktivlik olacaq müəllimlər. Təbii ki, olmayacaq da. Daha yaxşı olar ki, biz heterogen qrup yaradaq, qarışıq qrup yaradaq. 5-də nə? Müəllim axşamınız xeyir. Amma burada C bəndi də çox uyğun gəlir. Gəlin baxaq. Onların maraq dairəsini öyrənib dərs materiallarını onların maraqlarına uyğunlaşdırırsınız. Onlar daim kənarda qalır. Onların da dərsə maraqlı artırmaq üçün burada müəlliməm. Baxaq görək burada nəyə görə C olmaz. Onların maraq dairəsini öyrənib dərs materiallarını onların maraqlarına Müəllimə, biz axı dərsimizi qururuq qabaqcadan. Onların maraq dairəsini əvvəlcədən necə öyrənirik? Yox. Mövzunda Müəllimə, dərs materialını onların marağına görə qurmuruq. Dərsin materialı hazırdır. Dərsimizi onlara görə qurmaq olsaydı, hə. Amma materialı onlara görə qurmuruq axı. Material var, mövzumuz var. Düzdür? Dərsimizin keçmək metodunu onlara uyğun qura bilər. Cümlə həll olsaydı, onda siz dediyiniz kimi C ola bilərdi. Materialı şagird bu mövzunu sevir, bu mövzunu mən keçim. Biz elə edirik ki, müəllimə, elə etmirik axı. Aydındır? Deyir, dərs materialı. Sağ olun müəllimə. Hə, Bəli, onların maraqlarına uyğun. Sonra 5-ə baxaq. 5-də deyir, siz sinifdə yeni bir qayda tətbiq etmək istəyirsiniz, lakin bəzi şagirdlər buna etiraz edirlər və onu qəbul etmək istəmirlər. Müəllim kimi çıxardınız, şagirdlərin fikirlərini öyrənib qaydanı onların da qəbul edəcəyi şəkildə tənzimləyərdiniz. B yazmısınız? Bəli, müəllimə, B. Bəli, burada da B-dir. Burada sizə qaranlıq qalan sual varmı? Cavab varmı 5-də? Xeyr, müəllim. hamısını yazmışam. Səhvdir. Riayət etməyə məcbur etmək səhvdir. Şimdi onların mükafatları. Burada niyə D deyil müəllimlər? Niyə D deyil? Mən orada tətbiq etmək, məcbur etmək deməkdir də ona görə. Hə? Şagirdləri qaydanın tətbiqinə təşviq etmək üçün onları mükafatlandırardınız. Mükafatlandırma olmur. Yəni qaydalara riayət etmək üçün mütləq mükafatlandırmaq lazım deyil axı. onlar əməl etməlidir də müəllimə qaydalara. Hə, o düzgün deyil. Bəli. Bəzi Yəni onların qəbul edəcəyi şəkil şagird yönümlü olmalıdır da. bəli. Onlar mükafatlandırsa, onda rüşvət öyrənər olar. Bir də onların vəzifəsi də müəllimə məktəbdə qoyulan qaydalara yəni Bəli, qəbul qaydalara əməl etmək hər bir Bu şagirdin vəzifəsi nə deməkdir? Yəni sən mükafat verirsən, sonra deyirsən ki, qaydalar tətbiq olunsun. Bu doğru deyil də. Düzdür. Benim mamam dərsdədir. Bir var ki, müəllimlər deyirsiniz ki, qaydaları uşaqlar tətbiq edəndən sonra mükafatlandırırıq. Amma burada D-də isə deyir ki, şagirdləri mükafatlandırır ki, qaydaları tətbiq etsinlər. Ona görə D variantı deyil. Doğru cavab B variantı. Belə müəllimlər, deməli situasiya tipli suallar bu qədər. İndi bunların deməli bu cür variantda da göndərəcəm. Yəni cavablarsız variantını göndərmişdim. İndi cavablı variantlarını da göndərəcəm. Kim işləməyib yenidən işləyər, yoxlayar və deməli bu gün ayın neçəsidir? 14-üdür də, hə müəllimlər? 14-üdür. Aprelin 1-nə qədər bizim kurikulum ödənişsiz qruplarımız var. 2 dənə böyük qrupumuz var. İndi o qrupun linkini yenə göndərəcəm.
Öz müəllim yoldaşlarınıza da yönəldə bilərsiniz. Bu dərsi YouTube kanalında da paylaşacağam müəllimlər. YouTube-dan izləyən müəllimlər də şəxsimə yazsınlar. Linkləri göndərəcəm. Kollektivinizə paylaşa bilərsiniz. Aprelin 1-nə qədər, deməli mart ayı ərzində, yəni aprelin 1-nə qədər mən bu cür situativ suallar göndərəcəm, sorğu kimi suallar da göndərəcəm, material da göndərəcəm. Sonra yenə də təşkil edərik. Testi video göndərin. Məsələn, mən iş görəndə istəyirəm ki, üzr istəyirəm, iş gördükcə istəyirəm ki, bu dərsə belə qulaq asın, səsinizə qulaq asın. Aha, yenə təşkil edilən dərs, amma aprelin 1-dən, baxın müəllimlər, aprelin 1-dən artıq ödənişli qruplarımız olacaq. Ödənişli qruplarımız həftədə 2 dəfə olacaq. 1 dəqiqə 3 və 5-ci gün. 3 və 5-ci gün saat 20:30-da. Saat 20:30 olacaq. 20-də olsa mənə münasib olar, müəllim. 20-də olsa münasib olar ki, çünki mənim dərslərim saat 9-un yarısından sonra başlayır. Düz saat 12-yə qədər mənim dərslərim var. Orucluq ayıdır deyə dərslərimi 20:30-a salmışam. İndi baxarıq da müəllimə. Baxarıq. Olar müəllim. Dərsim ya olsa 8-də olur, ya da 9-un yarısında olur, aprelin 1-dən. Kimlər ki, ödənişli qruplara gəlmək istəyir, şəxsimə yazsınlar. Ödənişli qrup hamınıza uyğun olacaq, hamınıza sərf edən olacaq. Biz sertifikasiya imtahanı olana qədər davam edəcəyik. Harca aprel, may, iyunun keçən 21-i olmuşdu da, 20-si 21 olmuşdu. Bax, ona qədər davam edəcəyik. Hər dəfə deməli situativ suallar. Ancaq situasiya işləyəcəyik ki, müəllimlər. Bir görək bu situativ suallar bizdən nə istəyir. Çalışaq onun Müəllimə, MİQ-ə hazırlaşdırırsınız da, ancaq sertifikasiya deyil də. MİQ və sertifikasiya. MİQ və Hə, sertifikasiya. ikisi birdən. Bəli. MİQ bir də ki, müəllimlər var ki, direktorluq, müavinlik, təşkilatçıların işə qəbuluna hazırlaşır. Onlara da kurikulum lazım olur. Kim ki, orada da kurikulumu daha dərindən öyrənmək istəyirsə, bu qruplara gələ bilər. Yəni kurikulum olan imtahanların hər birini hazırlayıram. Belə bu qrupdan sertifikasiyadan keçim, sonraki qrupda inşallah o məsələyə qayıdacağıq. O cəhətdən hazırlaşacağam belə təkrar. İnşallah müəllim. Başa düşdüm. Sonra o qrupuna qoşulacaq. Samirə müəllim, həftədə 2 dəfə hazırlaşanda çatdırmaq olacaq MİQ imtahanı mövzuları. Bəli, əlbəttə çatdıracağıq. Narahat olmayın, çatdıracağıq. Time 2024 vəsaitini də alın. Yəni mənim göndərdiyim situasiyadan əlavə, yəni siz daha çox test işləməlisiniz də. Time 2024 2023 yox, 2024. 2023 vəsait istifadə edə bilərsiniz. Amma test bankı mütləq 2024 olsun. İndi PDF-ni də müəllimlər kimdə varsa qruplara göndərsin. PDF-dən də bilmirəm, mən PDF-dən eləyə bilmirəm. İndi kimlər testi PDF-dən edə bilirlərsə, etsinlər. İndi müəllimlər atarlar qrupa. Gecədən sonra qalxdım, həm dərsi başlayıb, 23 dəqiqə getdi. Oldu, çox sağ olun, var olun. Sağ olun müəllimə, siz də sağ olun. Buyurun. Dərsin video yazısı götürülüb, paylaşacağam. Buyurun müəllimlər, kimin nə sualı var? Bəlkə nəsə sualınız var. Dərsimiz bitib, buyurun. Bəhbə, nə qəşəng ürəklər göndərir. Müəllimə, bir də neçənci gün olacaq dərsimiz? 3-cü gün? Dərslərimiz aprelin 1-nə 3-cü, 5-ci gün olacaq. İndi sabah artıq 6 bazardır da. Birinci gündən artıq qrupa yeni test göndərəcəm, yeni sorğu göndərəcəm, yeni material göndərəcəm, elə öyrənəcəksiniz və qrup artıq yığılmağa başlayır. İndi bayram olsun, yenə bir gün təyin edərəm, yenə elə dərs keçərik müəllimlər, amma əsasən odur ki, situasiya suallarını göndərəcəm qrupa. Çox sağ olun müəllimə. Sağ olun, var olun. Sualınız yoxdursa, əziz müəllimlər, sağollaşaq. Sağ olun müəllimə, sağ olun. Sağ olun. Sağ olun. Sağ olun müəllimə. Xeyrə qalsın. Sağ olun.